Salam, hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugünkü videomda sizin üçün çox ləzzətli, yumuşaq, çiyələkli biskvit tortu hazırlayacağım. Hazırlaması çox asandır. Videonu mütləq sonadək izləyin, siz də hazırlayın, nuş edin. Biskvitin xəmiri üçün 4 ədəd yumurta götürürük. Yumurtanın ağlarını sarısından ayırırıq. Yumurtanın ağlarının üzərinə bir çimdik duz əlavə edirik və mikserlə çalışın ki, istifadə edəcəyiniz ərzaqların hamısı ev temperaturunda olsunlar. Mən 1 ədəd biskvitin tortunu hazırladığıma görə 4 ədəd yumurtadan istifadə etdim. Və yumurtanın ağları gördüyünüz kimi tam ağardıqdan sonra üzərinə 1 stəkan, yəni 200 qram şəkər tozunu 3 dəfəyə əlavə edərək qarışdırmağa davam edirik. Tam bezi halına gəlməlidir. Bezi halına gəldikdən sonra gördüyünüz kimi bu cür olduqda 4 yumurtanın sarısını da hissə-hissə bir-bir əlavə edərək mikserin asta sürəti ilə qarışdırmağa davam edirik. Daha sonra isə üzərinə çaydandan 2 yemək qaşığı qaynar su əlavə edirik. Çox az azca qarışdırdıqdan sonra artıq mikseri bir kənara qoyuruq. Mikserə ehtiyacımız yoxdur daha. Və bizə xəmir üçün 1 stəkan un lazımdır. Hər zaman videolarımda qeyd etdiyim kimi mənim reseptlərimdə istifadə etdiyim stəkan ölçüsü 200 ml stəkan ölçüsüdür. 200 ml stəkan ölçüsü ilə də 1 stəkan un 130 qram. Unun üzərinə 1 yemək qaşığı nişasta, qarğıdalı nişastası, 1 paket qabartma tozu və 1 paket də vanil əlavə edib qarışdırırıq və bunu da xəmirin içərisinə bir dəfəyə yox, demək olar ki 4 dəfəyə əlavə edirəm. Gördüyünüz kimi ələyirəm içərisinə ki, bişirdiyimiz biskvit də qəşəng havalı olsun və mikserin çubuğu vasitəsilə çox rahat qarışdırmaq olur. Un qəşəng həll olur. Yəni spatuladansa siz mikserin çubuğu ilə qarışdırsanız görəcəksiniz ki, çox rahatdır qarışdırmaq. Və qarışdırarkən xəmirin köpünün yatmaması üçün mütləq çalışın ki, baxın görürsünüz, bir istiqamətə doğru yavaş-yavaş qarışdırın və qeyd etdiyim kimi un qarışımını 3-4 dəfəyə hissə-hissə az-az ələkdən keçirdin ki, xəmiriniz bu cür gözəl, havalı bir xəmir olsun. Və gördüyünüz kimi artıq xəmirim hazır oldu. Mən 1 ədəd biskvitdən hazırladığıma görə çox iri bir qabda hazırlamadım ki, yəni çox yastı çıxmasın, hündür alınsın. Çünki mən biskviti 3 hissəyə böləcəm. Ona görə 24 santimetrlik gördüyünüz kimi qəlibdə hazırladım. Mənim hazırladığım bu qəlib biskvit kəsən qəlib olduğu üçün ona görə alt hissəsi olmadığına görə alt hissəsinə yağlı kağız sərmişəm və kənarlarını bərkitdiyimə görə xəmiri də içərisinə əlavə edirəm. Və öncədən də artıq sobanı yandırmışam. Siz amma istəsəniz açılıb bağlanan biskvit qəliblərində də bişirə bilərsiniz. Qeyd etdiyim kimi 24 santimetrlik qəlibdə 180 dərəcəlik sobada hardasa bir 45 dəqiqə müddətində bişirdim. Amma sobalar fərqlidir. 1 saat müddətində də bişə bilər. Yarım saat ərzində sobanın qətiyyən qapağını açmırsınız. Yarım saatdan sonra artıq açıb çöp vasitəsilə bişib-bişməməyini yoxlaya bilərsiniz. Buxardan kimi soymasını gözləmirik. Sadəcə ilk istiliyi çıxsın. İlk istiliyi çıxdıqdan sonra bir neçə saniyədən sonra artıq götürürük, kənarlarından ayırıb və üzü aşağı çeviririk. Bu cür mütləq qalıb tam soymalıdır. Mən axşam hazırladığıma görə biskviti səhərə kimi saxladım. Gördüyünüz kimi çox yumuşaq, çox qəşəng belə havalı alınıb. Qeyd etdiyim kimi mən gecə pişirdiyimə görə soydu. Soyduqdan sonra bir salafana yerləşdirdim və səhərə kimi gözlətdim. Səhəri gün isə biskviti 3 yerə böldüm. Tam soyduqda çox səliqəli kəsmək olur və indi də mən krem hazırlayıram. Krem olaraq mən 2 kremdən istifadə edirəm. Həm şanti kremdən, həm də yağlı qatlaşdırılmış, yəni adi klassik kremdən istifadə edirəm. Demək ki, burada 1 paket krem şantidir və üzərinə 1 stəkan soyuq, yəni soyuducudan götürdüyümüz 1 stəkan, yəni 200 ml soyuq südü əlavə edirik və mikserin yüksək sürəti ilə qatlaşana qədər qarışdırırıq. Qarışdıra görəcəksiniz ki, tam qatlaşdı və artıq krem şanti hazırdır. Bir də ki, mən burada qeyd etdiyim kimi adi klassik yağlı, qatlaşdırılmış südlü krem hazırlayıram. 150 qram ev temperaturunda olan tam yumşalmış kərə yağı götürürəm. Əvvəlcə kərə yağını mikserlə tam ağarana qədər qarışdırıram. Yağ tam ağardıqdan sonra üzərinə yarım banka qatlaşdırılmış süd əlavə edirəm. Qatlaşdırılmış südü də bir dəfə yox, hissə-hissə əlavə edib qarışdırıram və yağlı kremimiz
Amma onu da qeyd edim ki, siz yağlı kremdən istifadə etmək istəməsəniz, bir paket yox, 2 paket krem şanti götürə bilərsiniz. Yəni 2 paket krem şantiyə 2 stəkan soyuq süd, amma süd mütləq soyuq olmalıdır. 2 paket krem şantiyə 2 stəkan soyuq süd əlavə edib mikserlə tam qatlaşana qədər qarışdırıb krem əvəzinə istifadə edə. Biskvitləri nəmləndirmək üçün də mən mürəbbə şirəsini su ilə qarışdırdım və istifadə edirəm. Çiyələk mürəbbəsinin şirəsini su ilə qarışdırmışam və üzərinə biraz əlavə etdikdən sonra tortu kremləyirəm və üzərinə də doğranmış çiyələk əlavə edirəm. Qeyd etdiyim kimi, siz istəsəniz bu yağlı kremdən istifadə etməyə bilərsiniz. 2 paçka, yəni 2 paket, bir qutuda 2 paket krem şanti olur. Elə bir paket alsanız, içərisindən 2 kiçik belə salafanlarda krem şanti çıxacaq. Üzərinə 2 stəkan soyuq süd əlavə edirsiniz, mikserlə qarışdırıb istifadə etsəniz, yəni bu yağlı kremə ehtiyac qalmayacaq deyim. Amma sizə bildirim ki, yəni meyvəli tortlara, ən çox da biskvit tortlarına həm qaymaq, həm krem şanti çox yaraşır. Ona görə elə birbaşa krem şanti ilə hazırlasanız daha da ləzzətli olar. Adi tort qaymaqları olur, həmin o tort qaymaqlarından da istifadə edə bilərsiniz. Dəyərli izləyicilərim, dünən də YouTube kanalımda kiçik, qısa bir video paylaşmışdım mükafatlandırma tədbirindən. Orada da 200-dən çox yorum gəlib, təbrik gəlib. Hər birinizə, yəni 200-dən çox təbrikə ayrı-ayrılıqda cavab yaza bilmədiyim üçün üzürlü sayın. Amma kim orada mənə təbrik yazıbsa, uğurlarıma, sevincimə şərik olub, məni təbrik edən hər bir izləyicimə ayrı-ayrılıqda təşəkkür edirəm. Hər biriniz var olasınız. Allah hamınızdan razı olsun. Bir daha hər birinizə şərh yazan, təbrik edən, hər birinizə uğurlarımı sevinən, hər bir izləyicimə buradan öz təşəkkürümü bildirirəm. Allah ürəyinizə görə versin. Və artıq gördüyünüz kimi tortumuz hazırdır. Krem şantini də son olaraq tortun üzərinə, kənar hissələrinə çəkirəm və üzərini də belə zövqə görə bəzəyirəm. Onu da qeyd edim ki, çiyələkləri yuduqdan sonra mütləq suyu tamamilə süzülməlidir və belə ortadan böldükdən sonra bir salfetin üzərinə yığın ki, yəni öz suyunu salfetə çıxarsın və tortun üzərində öz suyunu çıxarmasın. Baxın, görürsünüz, belə salfetin üzərinə mütləq yığmaq lazımdır ki, öz suyunu salfetə salsın. Yəni tortun üzərinə suyu çıxmasın. Və zövqə görə, istəyə görə üzərini bəzəmək lazımdır. Mən də öz zövqümə görə bəzədim. Onu da qeyd edim ki, çiyələklərin üzərinə düzdükdən sonra çiyələklərin demək ki, üzərinin parlaq olması üçün şirniyyat ləvazimatları satılan mağazalarda rəngsiz jelelər olur. Həmin o jeledən alırsınız və üzərinə biraz ilıq su əlavə edib qarışdırıb fırça vasitəsilə çiyələklərin üzərinə çəkəndə çox qəşəng parlaq olur. İndi hal-hazırda mən bu tortu ev üçün hazırladığıma görə əlimin altında jele olmadı, istifadə edə bilmədim. Amma jeleni çiyələklərin üzərinə çəkəndə ümumiyyətlə çiyələk olsun, banan olsun, yəni meyvəli şirniyyatların üzərinə çəkəndə qəşəng parlaq olur və meyvəni qaraltmağa qoymur. Tortu 1-2 saat soyuducuda dinləndirdikdən sonra artıq kəsib nuş edə bilərsiniz. Və gördüyünüz kimi iç görünüşü də çox gözəl alınıb. Yumuşaq, çox ləzzətli bir tortdur. Onu da qeyd edim ki, məsələn, siz istəsəniz ki, bu tortu biraz iri ölçüdə hazırlayasınız, yəni həcmi biraz iri olsun, böyük olsun, onda siz bu tortu 2 biskvitdən hazırlayın və bu bir biskviti, məsələn 4 yumurtadan hazırlanan biskviti 24 santimetrlik yox, 28 santimetr, 26 və ya 28 santimetr dairədə bişirin və bir biskviti 3 yerə yox, 2 yerə bölün. Və ümumilikdə 2 biskvit hazırlayın və hər biskviti də 2 yerə bölün və iri ölçüdə bir tort hazırlayın. İri ölçüdə hazırlasanız sizə 500 qram qaymaq və bir bankada qatlaşdırılmış süd lazım olacaq. Bu qədər, göz haqqınızı halal edin. Nə suallarınız varsa mütləq şərh bölümündə yazın. Vaxt tapdıqca cavablandıracağım. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın.